Həsənin yetim uşağı vardı, onun adı Abdullah idi. İmam Hüseyin bibisi Zeynəbə tapşırmışdı ki, bu uşağı qoyma meydana gəlsin. Xanım Zeynəb bərk yapışıb onun əlindən qoymur. Heç yana buraxmır. Amma bilirsiniz nə zaman idi? Zaman o zaman idi ki, deyirlər ki, İmam Hüseyni ziyarətdə var ki, daşı olan daşla vurdu, nizəsi olan nizə ilə. Bəziləri qoca kişilər var idi, əsa ilə vururdular İmam Hüseyni. Deyir, atdan yerə düşəndə, dedi, əmamin muğisin yuğisuna, Hüseyin dedi, bir nəfər yoxdur bizə pənah versin. Heç kəsdən səs çıxmayanda, səs çıxmadı. Xanım Zeynəb əlini başına qaldırdı, dedi, ya qiyasəl müstəqisin, ay pənahsızların pənahı. Bunu deyəndə uşaq Zeynəbin əlindən çıxdı. Vallah, la ufariqu əmmi, and olsun Allaha əmimdən ayrılmaram. Qaçdı, deyir, özünü saldı İmam Hüseynin bədəninə. İmam Hüseynin son nəfəsləridir. Birdən gördü ki, qardaşının oğlu gəlib sinəsinin üstünə. Bir nəfər namərd gəldi, İmam Hüseynin başını kəsmək istəyirdi. Qılıncı qaldıranda bu dedi ki, and olsun Allaha qoymaram əmmin başını kəsəsiz. Qolunu verdi, yazırlar, qolu düşdü İmam Hüseynin qucağında. Deyir, o uşaq İmam Hüseynin qucağına düşüb, Allah imtihanların çəkmir Hüseynindən. Axır nəfəslərində yenə imtihan göndərib. Deyib, baxdı İmam Hüseyin zəif səslə dedi ki, ay mənim qardaşımın balası, səbr elə az qalıb, çox az qalıb. Bir şey yazırlar ki, elə ki qılınc sümüyünə dəydi, sümüyünün səsi gələndə, va ummah dedi, ay ana. Bilmirəm, xanım Fatimə Zəhranı çağırdı ki, oxşar idi dərdləri ya da öz anasını. Əla lənətullah, ələl qavmiz zalim.